Кеш жарық құрметті театрымыздың сүйікті көрермендері. Театрымызға қош келдіңіздер. Түркі мәдениеті ұйымының 3-ші халықаралық театр фестивалі аясында Әзербайжан, Қырғызстан, Түркия, Өзбекстан, Мажарстан, Түркменстан және Қазақстанның Астана, Атырау қалаларынан келген театр ұжымдары осы апта өздерінің таңдаулы спектакльдерін ұсынып, көрерменге рухани әсер сыйлауда. Фестивальдің құрметті қонақтарын таныстыруға рұқсат етіңіздер. Қырғыз Республикасының еңбек сіңірген мәдениет қайраткері, халық жазушысы, Қырғызстан мемлекеттік сыйлығының лауреаты, Қырғызстанның 2 мәрте мәдениет министрі, мемлекеттік сыйлықтың лауреаты, Еуразия жазушылар одағының мүшесі, түркі мәдениетін және өнерін дамыту халықаралық ұйымының бас хатшысы Раев Сұлтан Акимұлы. Қазақстан Республикасының еңбек сіңірген мәдениет қызметкері, Маңғыстау облысының құрметті азаматы Нұрнияз Мұханов. Фестивалімізге Түркия, Қазақстан министрлігінен келген өкілдеріміз бар. Түркия Республикасының мәдениет және туризм министрлігіне қарасты мемлекеттік театрлар бас дирекциясының халықаралық бөлімінің қызметкері Дидем Еркек. Түркия елінен келген құрметті қонақтарды таныстырып өтейік. Түрксойдың баспасөз қызмет өкілі Кемал Гөз. Түрксой бас хатшысының Қазақстан бойынша арнайы өкілі Алматы қаласындағы Түрксой кеңесінің басшысы Қайрат Мұханов. Мармарис қаласындағы экспериментальды театрдың продюсері және негізін қалаушы Әли Қылыч. Тәжікстан Республикасының еңбек сіңірген қайраткері, театр режиссері, драматург Барзу Абдразақов. Фестивальдің құрметті қонақтар қатарында халықаралық және қазақстандық театр директорлары бар. Сонымен қатар фестивальге қатысушы театрларда ортамызда Әзербайжан, Қырғызстан, Түркия, Өзбекстан, Мажарстан, Түркменстан және Қазақстанның Астана, Атырау театрлары қатысып отыр. Құрмет қошеметтеріңіз болсын. Фестивальдің сарапшылар алқасын таныстыруға рұқсат етіңіздер. Театр танушы, өнер тану кандидаты, Қазақстанның еңбек сіңірген қайраткері, халықаралық театр сыншылары қауымдастығының Қазақстан бөлімшесінің төрайымы, Қазақстанның өнер сыншылары гильдиясының және Қазақстан Республикасы театр қайраткерлері одағының мүшесі, профессор, сарапшылар кеңесінің төрағасы Каптиева Сания Дүйсенханқызы. Филология ғылымдарының PhD докторы, өнертану ғылымдарының докторы, профессор, Әзербайжанның еңбек сіңірген өнер қайраткері, Түрксойға мүше елдердің мемлекеттік театр басшылары кеңесінің төрағасы Исрафил Рамазановлы. Мәдениеттану кандидаты, театр танушы, драматург, театр және кино режиссері, Қырғыз Республикасының халық жазушысы, Айтматов атындағы халықаралық сыйлықтың иегері, профессор Кулманбетов Жаныш Осмонов. Өнертану докторы, мәдениет және өнер саласындағы ТМД қоғамдық кеңесінің мүшесі, сахналық өнер саласындағы халықаралық сарапшы, профессор, режиссер Рашидов Темур Махмудович. Өнертанушы, драматург, тарих ғылымдарының кандидаты Балтаев Ағамұрат Язмурадович. Театр танушы, филология ғылымдарының докторы, Түркия театр сыншылары қауымдастығының мүшесі Бал Мұстафа. Өнертану бойынша философия докторы, Әзербайжан Республикасының мәдениет саласының құрметті қызметкері, Қырғызстанның мәдениет үздігі Гафарлы Элчин Гаджиағаұлы. Құрметті көрермендер, қазір сіздердің назарларыңызға 3-ші халықаралық театр фестивалі аясында Әзербайжан Республикасы Шеки қаласының мемлекеттік драма театрының Бахтияр Махавзаденің Дарығышы трагедия жанрындағы спектаклі ұсынылады. Спектакль режиссері Мирбала Салимли. Қазір қойып тыңдармандарыңызға рахмет, демалыстарыңыз сәтті өтсін.
ölürse o ölebilmez. Yok. Onu öldürüpler. Bizim gördüğümüz Babək'in ruhu. O ölürse de ruhu bizim içimizdedir. Ona göre gözümüze görünür. O idi 20 il bu torpağı koruyan, düşman qabağını kəsən. Babək idi bizi öyrədən. Bir gün azad yaşamaq, 40 il boyunduruq altında sürünməkdən yaxşıdır. O bize azad yaşamağı öğretti. Öz içimizdeki çatkınlar olmasaydı, o hele sağ idi. Hele de konuşurdu. O bizim başçımız. Satqınlar her şeyden evvel özlerini satırlar. Dua edirəm ona. Xoşbəxtlik üçün. Babək'in ruhu. Köməyimizə gəl, Babək. Babək. Müslüman kardeşler, ben Cafer İbn Hüseyin, Azerbaycan'da olan Ərəb qoşunlarının sərkərdəsi, İbn Zeyd ise Əmrəl Mömin El-Möhtəsimin elçisidir. Evvela ben halifenin size bəslediği etimadı sizlerin huzuruna çatdırıram. Saniye, bu hak yolunu tutmağınız münasebetiyle sizleri tebrik edirəm. Salisen, sizi bu mərtəbəyə çatdıran, bu yoldan neçələr kılıç vuran öz kan kardeşiniz Akşin'i sizlere təqdim edirəm. Halifon Azerbaycan'da özünün valisi sizlerin şahı elan edir. Bu da halifenin fermanı. Mükafatlardan yaygınçı haberiniz var. Halife Akşin'le muharebe başladığı günden onun edamına kadar olan müddette her il ona 15.000 dirhem pul hediyesi bağışlamıştı. Bunlar Akşin'in bu vakte kadar gördüğü işlere göredir. Bundan sonra görecekler işlerin öz mükafat olacak. Abdullah İbn Tahir, sen dövüşlerde Akşin'e en yakın silahdaş olursan. Buna göre de Halife Hazretleri seni Akşin'e baş vezir tayin ediyor. Xəlifə həzrətlərinə mütəşəkkir.
Sabutay ibn Babək. Xəlifə ona göstərdiyin saygıya, hizmetlerine göre seni orduya baş sərkərdə təyin edir. Minnettarım. Abdullah ibn Tahir ve Sabutay Emrel Müminin derin hürmetini kazanmış adamlardır. Büyük hizmetlerini nazara alıp halife onları da mükafat. Halife Hazretlerinin hizmetindeyim. Ay bu kızıl gebzeli kılıçlar sizin elinizde hiç zaman titremesin. İbn Tahir, hürmetli konaklar için ikametgah hazırdır. Her şey hazır. İncele bilersiniz. Bu bayramda benim de payım olmalıydı. Bu da halifenin vergiler hakkında fermanı. Vergi? Ahı 6 ay bundan qabaq. Bilirəm. Ama hazine tamam boşalır. Müharibə halifeye çok baha başladı. Haydi. Buyur, buyur. Məni bu yaşımda belə bir rütbəyə çatdıran əmimə minnətdarım. Qalx Sabutay, qalx. Sən Babəkin yox, mənim oğlumsan. Sən həm sözdə, həm də əməldə mənə çəkmirsən. Yaqıday, bu Yaqıday mənim mübarizə yoldaşım olur. İndi onu sənə tapşıracağım. Sənin sağ əlin tutmalıdır. Gözüm üstə. Babək bizim nəslimizə ləkə gətirdi. Lakin mən qılıncımla, sən də ağlınla bu ləkəni yuduq. Xəlifənin etimadını qazandı. İndi bir vəzifəmiz qalır. Bu etimadı qoruyub saxlamaq. Əmi, özün bilirsən. Sən ayağını qoyduğun yerə başımı qoymağa hazıram. Sənin böyük gələcəyin var Sabutay. İndi səni ikinci xoş xəbərlə sevindirim. Sən xəlifənin kürəkənisən. Necə? Xəlifənin qardaşı qızı Fatiməni sən aldatmadın. Ola bilməz. Akşinin bacarmadığı şey yoxdur. Əmi, bu əlbəttə böyük xoşbəxtlik. Amma nə ama? Fatiməni tanıyıram. Mən Samirədə olanda onu görmüşəm. Zil istəyirəm, o... Nə olub ona? Amma o top aldım. Dağa arxalanan üçün dağın qoturluğunun mənası yox. Allah mən gözləmi şükür elə ki, onu sənə veriblər. O ki qaldı topallığa. Arvad topal olsa yaxşıdır. Dizlərini qatlayıb oturan xarabasında. İndi suallarıma cavab verin. Hürremabadda vəziyyət necədir? Çox pis. Necə yəni? Babəkin ruhu yaşayır. Adı Hürremlərin dilindən düşür. Onun ruhu cismindən güclüymüş. Hürremələr də Babək eşkinə vuruşur. Bir də nənəm də deyir ki, Akşin xəlifədən Babəkə aman istəyəcək. İstədi. Xəlifə də aman verdi. Babək şərtlərlə razılaşmadı. Babək! Qardaşım! Qardaşım, sən gitsən. Bu halın mənə acıdır, heç olmasa mənə acır. Mən öz qılıncımı xəlifənin ayaqları altına sərib, sənin üçün aman dilədim. O səni bağışlayır.
Gel kardeşim. Gel doğru yola. Sənə yazığım gəlir Akşi. Nə qədər miskinsən. Niye gülürsen? İşğalçıların təşəkkürünü qazanmaq üçün. Öz doğma xalqına düşmən kəsilən sən bədbəxtin aqibətinə gülürəm. Karşında iki yol var. Ya benim kabul edeceğim yol. Ya da ölüm. Dar arası. İntikam ede. Mənim gözlərimdə artıq azad diləkli yeni bir aləm görünür. Bu geniş, azad sevgilər dünyasının yolusa, azadlıq bayrağının altından keçir. Mən onu intikab edirəm. Babek! Kardeşim! Babek! Demək o son nəfəsinə qədər öz əqidəsindən dönmüyor. Bu cəsarət hansı inanma, hansı əqidədən doğranı? Yaxşı. Və sonunu ölümünü nənəmə necə deyəcək? Səsdir! Sən mənim əmrlərimi dinlə. Zeyd Ələ bir müddət burada qalacaq. O, keçən il Muğana köçürülmüş ərəblərə baş çəkmək, onların güzaranı ilə tanış olmaq istəyir. Sən ona bələdçilik eləməlisən. Çalış ki, ərəblər şikayət eləməsinlər. Əgər bir narazılıqları varsa, elə orada da yoluna qoyarsan. Ha, bu vergi fərmanıdır. Orada yazılanlara əməl edərsən. Əmi, sus! Sana əmir verdiyim var, mən artıq əmi yox. Şaha, sən də əmrin icracısıydın. Məsələ belədir ki, sən Samiləyə gedəndə sonuncu vergini topladın, apardın. Ondan heç 6 ay keçmir. İndi nə məhsul vaxtıdır, nə də ki, xalqı mənə tanıtma. Nə deyirəm ona bax, burada yazılanların hər biri yığılmalıdır. Əmirdən çıxanları qılıncdan keçirərsən. İnsan zülmə tabidir. Anladın? İnsan zülmə tabidir. Muğandan gelen şikayetçiler el çəkmir. Muğanın ağsaqqalı səni görmək istəyir. Özündə bu nədə? Mən dinləmişəm, cavabını da vermişəm. Ağsaqqalı el çəkmir. Əlahəzrət, deyirəm bəlkə onu özün qəbul edəsən. Bu ağsaqqalın el içində böyük nüfuzu var. Mən elə çoxdan tükürmüşəm. Həmin el deyildi, mən lənətliyib icmadan qovan, mənə rüsvayçılıq damgası vuran. Bəs indi niyə mənim qapıma düşürlər? Yoxsa mənim gücümü indi görürlər. Bax elə mən də onlara bunu sübut eləmək istəyirdim. Güc haqda yox, haqq gücdədir. Həmişə zor işlətmək xeyrimizə olmaz. Sabutay Muğanda cəmaata elə divan tutub ki, hamı xöyrəmamada qaçır. Məsləhətim budur ki, o ağsaqqalı özün qəbul edəsən. Bəlkə onu dinləyib, razı salıb bu cəmaatın qarşısını ala bildik.
Bu kadar ömür sürmüşem. Ama görmemiştim adam öz ocağını dağıda. Hayır şöyle kul ola. Gördün? Gördüm. Ve sonra niye kapıma geldin sen? Yalvarmağa gelmemişim. Geldim seni bazı metrelerden agah edeyim. Özün bu elin içinden çıkmışsan. Kavgın derdini de bilirsen, sırrını da. Ben de isteyeyim onu bu dertten, bu azardan xilas edeyim. Aksi, halkı dertten xilas eləmək için ona talan eləmək, dersini soymak lazımmış. Haberin var Sabitay Cemal'da ne divanmıştı? Zulüm ne din bildi, ne din, ne vatan. Bilgi, devlet kanunudur. Baş kız gönüllerimizin. Hoca! Biz aylar içinlerde danışırıq. Çetin, birbirimizi başa düşək. Ama sen gene bu halkı başa düşüydün. Ben halkımın xoşbəxtliyini bu hak yolunda görürüm. Kavga kılıçtan geçirmeyi hak yoludur. Din yolunda neylesək, hak yoldur. Ədalətdir. Ateşperest de, haçperest de, Musevi de öz dinini dinler dini hesap edilir. Ama hakikat bunların her birinden üstündür. Hakikat en yaxşı xoşbəxtlikdir. Neymiş o? Hakikat. İnsan ve ona hizmet. İnsanın ezel borcu insanlığa hizmettir. İnsanlara hizmette, hürmette de neyadet hakikat. İslam'ın en büyük amalı elə insana hizmettir. Din perdesi altında halkı soymak, onu kula çevirmek, kız gelinlerimizi emeklerinden altına atmak, halka hizmet değil. Senin verdiğin bu emirler Kur'an'dan gelmiyor. Sen küfür danışırsan koca! Reddol. Kimse de. Ama özgünlüğü kesen kılıcın akıbetini indiden görürüm. Çünkü vicdanın sesine inanırım. Vicdanın sesi Allah'ın sesidir. Sen bir koca köpeğin iddiasına bak. İbn Tahir, sen niye beni mecbur edin ki onun cefenkiyatına kullanasın? Bəzən sözün yara bildiyi cəbhəni qılınc yara bilmir əla həzrət. Bu halkı mənə tanıtma. Qılıncı hamının başında oynatmaq olmaz. Allah! Ananın başında necə? Məni bağışla əla həzrət. Sən heç bilirsən ki, bunlara dil verənlərdən biri də öz doğmaca anandır. Bugün ot çərşənbəsidir, hop! Anan səhər tezdən saraydan çıxıb cəmaatdan bayramlaşmağa gedir. İndicə qayıdır. Ben size tapşırmamıştım ki onu saraydan bırakmayın. Şahanasının qarşısında kim dayana bilər? Bas. Babək'in ölümünü eşidip Bilmir. sen özün mənə kömək ol. Mən anamı saraya getirdim ki... Sən düz elədin. O Xürrəmabadda qalsaydı daha pis olardı. Cəmaat ona Babək anası deyir. Biz onun bu nüfuzundan istifadə etməliyik. Mən də bu məqsəd... Onun sarayda yaşaması xalqın üzünü bizə tərk çevirə bilər. Amma... İbn Zeyd. İbn Zeyd səfərinə qayıtdı. Zeyd? Hə. Ateş. Ocağı saqqal köpək. Məni təbdən çıxardı. İbn Tahir. Hə. Mən bu halda İbn Zeyd'i qarşılaya bilməyəcəm. Sən qarşıla. Mən də gəlirəm. Yaxşı.
selametliyle. Seferden razı kaldın. Hem razı hem narazı. Bak şuna, İndi geler. niye beni karşılamadı? O, bir kadar o. Yok! Yok. O hiç benim hoşuma gelmedi. İbn Tahir, hilafet Akşin'in kılıncına, seninse siyasetine aldı. Azerbaycan'da hilafetin valisi Akşin olsa da, sen burada şahsi gösterişiyle baş vezir olmasan, buna göre de hilafetten hiç neyi gizletmemelisin. Elbette, elbette. İbn Zeyd, mən belə başa düşürəm ki, sərkərdəlik bir şeydir, ölkə idarə eləmək başqa bir şey. Ben seni başa düşürüm. Akşin yalnız ücretli serkerdedir. Ben bunun Muğlan seferinde öz gözlerim. Lakin bunun sebebi ne? Onu Səbəbi odur ki, Akşin xalq arasında nüfuzunu itirib. Özü də indi yox, laf gəncliyindən. İbn Zeyd, Akşin gəncliyində nüfuzlu bir kişinin qızını ləkələdi. Qız hamilə oldu. Uşaq doğulandan sonra bədbəxt qız başını götürüb başqa mahalda yaşayan bacısının yanına getdi. Orada da özünü qayadan atıb, öldürdü. biraz Akşin. Babək cəmaatın qarşısında qardaşını öldürəcəyini and içdi. Bunu eşidən Akşin də güneyə qaçdı. Orada da İslam'ı qəbul edir. Elədir. Bəli, elə mən də onunla güneydə görüşdüm. Akşin onu lənətləyən xalqa öz qüdrətini sübut eləmək üçün nüfuz qazanmağa çalışır. Akşin, Akşin. Elədir. Demek o bu məqsədlə də İslam'ı qəbul eləmiş, bizə qoşulmuş. Demek İslam Akşin üçün məqsəd yox, vasitə imiş. Demek Akşin qəlbən müsəlman deyil. O öz niyyətlərinə çatmaqdan ötürü İslam dininə söykənir. Xəlifə bunu bilmədi. Bilsin, İbn Zeyd qoy bilsin. Nə qədər ki, Babək məğlub olmamışdı, Akşin bizə lazım idi. İndi də Xürrəm Abad. Onu da təslim eləməkdən öncə, hələ ki, Akşin qılıncı bizə lazım. Lakin dövləti qılıncla yox, siyasətlə idarə edənlər İbn Zeyd siyasətlə, dövlət başçısı siyasətlə suya da düyün vurmağı bacarmalıdır. Bu isə Akşində yoxdur, yox. Mən səni başa düşürəm. Gələcək sənindir, İbn Tahir. İbn Süheyl Ərəb qoşunu ilə İran sərhədində. Mən buradan gedəndən sonra burada baş verən hadisələri sən İbn Süheylə çatdırmalısan. İbn Süheyl də xəlifəyə çatdırır. Baş üstə, baş üstə. Amma olmaz ki, mən özüm elə birbaşa xəlifəyə yazım. Yazım İbn Zeyd qoy yazım. Tələsmə İbn Tahir, tələsmə. Bu hələ ki mümkün deyil. İbn Süheyl bu ölkədə ola, onun başı üstündən xəlifə ilə əlaqə saxlamağa səni səlahiyyətin ki. Anladım, anladım. Sabutay haqqında nə deyə bilərsən? Onu yaxşı tanımıram. Əsir düşəndən sonra Samirədə, xəlifə sarayında olur. Xəlifə onu çox istəyir. Amma hər halda ilan balasıdır. Damarlarından Babək qan axır. İbn Zeyd. Selamun aleyküm. Mənə yap buyur. Özümü yaxşı hiss eləmirdin deyə pişvaza çıxa bilmədim. Səfərin necə keçdi? Nə tez qayıtdın? Bəs Sabutay? Sabutay mı? Allah həsrət. Mən əgər mümkünsə gizli məktubdur. Bunlara tapşırdılar ki, Burada kənar adam yoxdur. Allah həsrət. Mən əmr. Sabutayın sərkərdəsidir. Məktubu aç, ucadan oxu.
hesab eləyirəm ki, xilafətin fərmanı Azərbaycanda yaşayan bütün xalqlara və tayfalara aiddir. Buna görə də verginin hamıdan toplanması barədə əmr verdim. Xilafətin nümayəndəsi İbn Zeyd buna etiraz eləyərək əmr elədi ki, ərəblərdən vergi toplanmasın. Mən bu göstərişi düzgün hesab eləmir, əmrini gözləyirəm. Sabutay. Haşim, indi de görək sən necə hesablayırsan. Xilafət necə bilirsən, elə də olmalıdır. Hakimlarsından sürdüyü gələn bir uşağın mənə, xəlifənin əksinə etiraz eləməsini mən özümə təqdir hesab edirəm. Buna görə qayıdım. Məsələni mən həll edirəm, o yox. İbn Tahir, Sabutaya məktub göndər. Birinci, ərəblər 3 il boyunca bütün vergilərdən azad edilir. İkinci, Yenil bayramı. Novruz yasaq olunur. Əmirdən çıxanlar cəzalandırılsın. Üçüncü, o Babəkin oğlu kimi Xürrəmabada getməli, cəmaatı başa salmalı, onları haqq yoluna dəvət eləməlidir. Mən bu Muğan səfərində bir şey yəqin elədim ki, Xürrəmabad dağılmayınca Muğan da sakin olmayacaq. Buna görə də Sabutayın arkasınca, sənin adın nədir? Yargıtay. Yargıtay. Sabutayın arkasınca bu Yargıtay 30 minlik qoşunla Xürrəmabada qəfil baskın eləməli. İbn Tahir, onda məktuba bunu da əlavə elə. Bu ordunun gəldiyini Sabutay əvvəlcədən bilsin. Yox, Sabutay bunu bilməsə də olar. İbn Zeyd, unutma ki, Sabutay ordunun baş sərkərdəsidir. Əlbəttə, hökmdar sənsən. Lakin mən bunu məsləhət bilmirəm. Onda bir şərt var. Yargıtay, sən qoşunu Xürrəmabad meşəsində gizlət. O əvvəlcə Sabutay geçsin, Xürrəmlərlə danışıqlar aparsın. Razılığa gəlsələr heç yox. Əgər razılaşmasalar, qoşun şəhərə daxil olsun. Amma qırğına çox getmək olmaz. Etirazım yoxdur. İbn Tahir, get, fərmanı yaz, mühürlə, ver Yargıtay'a. Xeyr, İbn Fərmanı İbn Tahir aparmalıdır. Onda mən də İbn Tahirlə getməli və bütün baş verənləri öz gözlərimlə istəməliyəm. Özür dilərsən, amma mən bunu sənə məsləhət bilmirəm. Gece gündüz tenleşir, birbirine düz gelir. Aileler bayramlaşır, torpağa Novruz gelir. Geldim Şahoğlu'nla bayramlaşır. Bugün o çərşənbəsi oğul, bayramı mübarək. Bayramın mübarək, ana. Ne olur sana? Sen niye ananı öpmürsen? Heç. Yaxşı dərs. Babək niyə gəlib çıxmadı? Sən demədin ki, bayrama qədər gələcək. Darıxma, darıxma. Gələr. Xəlifə mənim Babəkimə aman verib. Ey, sən mənə, mənə doğru. Ana, mən and içirəm ki, Sən nəyə and içirsən? And iç o da ocağa. Niyə bugün şəhərdə tonqallar yanmış? ana, Ha? Ey, ocaq qalıyın. Bugün o çərşənbəsidir. Ocaq qalıyın. Bu laf ah oldu. Hoşuma gəlmir. ana yalvarıram, ocaqlar qalamasın. Niyə? Axı, ocaq geçmişdə qaldı. Sən indi keçmişini danırsan. Ana, Ey, mən Babəkin anasıyam. Ana, Ay cəmaat. Ocaq qalıyın, yallı gedin. Ana! Yallı gedin. Qaçırsan. Sən oddan qorxursan. Mən bax bu ocağın qırağında sənə süd verib layla çalmışam. Sənin qulaqlarına bax bu ocağın duasını oxumuşam oğul.
Sən ondan üç çevirə bilməzsən. İndi mənə denən görün. Hanı mənim Babəkim? Ana, Hanı? ana kulak as. Ana, Səni qınamıram. Sən hardan biləsən ki, bala nəfəsi nədir, bala nədir, nəydir? Sən öz doğma balanla da üç çevirirsən. ana! Bastı! Bastı deyirəm sana, bastı! Hardan biləsən ki, mən nələr çəkirəm? Bastı! Qışqırma lan kör evlat. Mən səni bu torpağa bala yox, bəla dolmuşam. Ana! Südümü sənə haram bilirəm. Ana! Ey müqəddəs ocaq! Ey ulu hürmüz səndən istəyirəm Babəkimin intiqamını. Görün mən nə bədbəxt anayım, ay cəmaat. Müqəddəs ruhlara yalvarıram ki, bir balamın intiqamını o birindən alsın. Kimin kızsa? Bu dağların qızı. Adın nedir? Anadan belə çılğın doğuldu. Senin çılgınlığına gözel. Ben heyran oldum. Gözəl görmək savabdır. Bu benim isteğime cevap değil. Cavab. Sen kimsin? Ben elçiyim. Kimden kime elçisin? Hükümdardan size. Altay. Elçiye hürmet borcumuzdur. Onu ondan kesin alazma. Yok yok lazım değil. Ben sizin yanınıza pis niyetle gelmemişim Aksakla. Onda sözünü de. Cemaat, birinci onu demeliyim ki, ben de sizinle bir ulustanım. Bizim soyumuz bir, kanımız bir, dilimiz birdir. Ben istəyirəm ki, siz davasız, hoşluqla hak yoluna gələsiniz. Kardeşler, bacılar, gelin papağınızı qabağınıza koyup əməlli başlı fikirləşək.
Görək siz bu hak yoluna gəlməməklə nə qazanırsınız? Eğer bir şey qandımsa, atam lazım. Mən də istəyirəm ki, qanasınız. Tərsin nəyə lazım baxır? Onsuz da İslam bayrağı bütün dünyanı gəzir. Millətimizin çox hissəsi də bu dini qəbul edir. Təkcə siz qalmısınız. Siz o boyda senin qabağında nə edəcəksiniz? Dayan dayan. İslam bayrağı senin qabağı. Bu sözler bana tanıştı. Mənə də tanışdı. Bu sözler Babək'in oğlundan aldığı məktubda yazılmıştı. Babək məktuba çox istənmişdi. Mən bu şərəfsizə ərəb dilini öyrətməmişəm deyib, məktubu parça-parça eləmişdim. Düz deyirsən Aksaqqal. O məktubu atama mən yazmışdım. Mən Babəkin oğluyam. Sabutay. Sabutay? Sabutay? Sen akıl sərkərdəsən. Bəs bu portarda niye gelmişsin? Mən sizin qarşınızda elçiyəm. Yox. Sən qan içən rəzil bir yırtıcısan. İndi nə cürətlə ceyran cildinə girib bura gəlir. Çılğın. Dayan xala. Onun müğanda elədiyi vəhşilikləri bilə-bilə. İndi biz onu heç kimi qəbul etməliyik. Mən hökümdarın tapşırığını yerinə yetirmişəm. Yüzlərlə evi xaraba qoyduğum, gəlinlərin boyun bağısından tutmuş sırğalarına qədər çalıb taladığım bir insan. Sən nə haqla gəlmirsən? Bilmirsən ki, Akşinə də sənə də bu xalq nifrət eləyir? Qızım, toxta səbirli ol. Xala, mən anlaya bilmirəm. Bu doğrudan Babəkin oğludur. Özünü xalqının yolunda qurban verən bir qəhrəmanın oğlu belə olar. Mən Eşittin? Çılgının dediklerini. Bundan sonra sen ne yüzle elçi sıfatıyla yanımıza gelirsin? onları mən eləməmişəm. Əskərlər. O əskerlerin sərkərdəsi sen değildin. Sen bu hareketinle öz halkını alçaktığını da bilmirsen. Cevap ver. Öz halkını satan hain. Niye susursan? Sizi ondan da bir bəla gözlüyor. Mən sizin yanınıza xarşa gəlmişəm. Savaşa yox. Hə, onda da görək xaşin nədir? Qəbul edin İslam. O hak yolu. Ülkemizi işgal eden Araplar. Onların her tulosu olan bizim Akşin, bu zavallı halkı talan eləməklə İslam'a yok, öz kisələrine qulluq edirlər. Bax buna görə də biz sizin karşınızı qəbul eləmirik. Bizim öz inanımız var. Nədə o inan? Qaranlıq, gecelerimizi işıqlandıran, bizi isidən, xörəyimizi çörəyimizi pişirən, ulusumuzun gözetçisi, gönlümüzün atəki, andımız, şərəfimiz od. Bu ki sənə məlumdur. O əqidə köhnəli. Vətənimiz də, köhnədir dilimiz də. Bəlkə onlar da dəyişir. Biz öz önümüzə istədiyimiz kimi ağlamaq istəyirik. Vallahi mən sizin üçün deyiləm. Qoymayın sizi kılıçdan keçirsinlər. Əl çəkin bu can sodazardan. Gəlin haq yoluna. Sən atan Babək azadlıq uğrunda vuruşurdu. Bu vətəni ərəblərin murdar taplarından qurtarmaq üçün vuruşurdu. Ama sen daha din donuna bürünüp kavgamı gayret ediyse senden soruşuram. Öz evimde beni kula çevirmek, var devletini taşımak ne vaktan hak yolu sayılır. Din, silah gücünə ürəklərə yol tapa bilməz. Din öz təmizliyi və müqəddəsliyi ilə ürəklərə yol açmalıdır. Kardeşler, bacılar, yalvarıram size. Gəlin hak yoluna. Yoldan çıkmak için bin yol var. Hakkın yolu birdir. Vallahi ezileceksiniz. Billah sizi mahvedecekler. Ben sizin karşınızda diz çökürüm. Yazığınız gelsin özünüze. Gelin hak yoluna. Bu nə səsdir? Qoşun gəlin! Qoşun gəlin! Ərəblər! Ərəblər! Sıyırma qılıçla gəlin! Bilmem. Yok. Yargıtay bu ne demeydi? Sen sağ solamazsan sen benim soruma cevap ver. Bu ne demeydi? Sen onlara yalvardı. Kabaklarında diz çöktü. Teklifini kabul edemez. Evveli kılıçsız mümkün değil. Sana bu hücum emrini kim verir? Akşin!
konuş. İbn Tahir de buradadır. Ulu Hürmüz. Yoksa od kurban isteyir. İntikam! İntikam! Bez kalasına! Bez kalasına! Günaydın. Tülkü Bey. Kimsən? Beni tanımırsa? Yox. Özünü tülkülüye koyma. De görüm bu ne cahcaladır? Bu ne destgahdır? Hadi sen Tülkü Taybuğa değilsen ha? Mən Abdullah ibn Tahirəm. Hadi Taybuğa dönüp Abdullah oldu. Sen adını değişmişsen özünü değişebilmeyeceksin. Hemen Tülküsün. Mən vəzirəm, vəzir. Vezirsen bəs burada ne gezirsen? Maşallah! Ərəblər belə deyir ha? Maşallah! Hadi kimin vezirisən? Akşimin. Belə deyil. Ağsaq atın kor naməndə olan. Məni xəlifə özü təyin eləyir. Ne tez böyüdün ha? Kılıncı at yere. Satkına kılıncı yaraşmaz. Atay, qurban olum. Qılınca dəymə. Ha? Kılıncı istəyirsən götür. Ata bu kıyamet şeydir ki. Oku görüm. Bura ne yazır? Oku. Xəlifə əl möhtəsindən Abdullah ibn Tahirə. Seni öldürecektim. Ama halifenin katrine sana değil. İndi oldun benim kulum. Sen ne desem de baş üstə. Elə ki dediklərimi elədin, qılıncı da verəcək. Dirəm. Atay, başına dönüm. Qaytar qılıncımı. Sənə ant verirəm müqəddəs atəşə. Ateşim mundaqlama. İt ol. Ürəyim sizinlədir. Ata, adamda neçə sifət olur? Anan seni ateşperest doğurdu. İki kaçperest doğruya koşulup Hristiyan oldu. Sonra Kızıl Alveri'ne başlayıp Musevi oldu. Oradan da kaçtın güneye Müslüman oldu. Şimdi yeni dostların seni vezir etti. Bəs şah olmak istesen hansı dini kabul edeceksin? Ama bak unutma, Türkünün dersi sonda yine tersiye kısmı. Qılıncı alırsansa öldür məni. Canım səni qurbandır. O kadar da kıymetli hediye değil. Gel. Kafir kız. Halifesinin çadırını yandırmakla sen Allah'a karşı çıktın. Bəs dağıtdığınız ateşgahlar Allah evi değildi. Yargıtay. Bax, Babəkin oğlu. Bax, ləzzət tapar. Budur sənin təriflədiyin yol. Qolumuza zəncir, dilimizə qıfıl gətir. Bax, ləzzət tapar. Satqın, vətən xaini. Aç onun kollarını. Sərkərdə. Sənə dedim aç onun kollarını. Ne olub burada? Bu kimdir? Vezir Ali. Bu kız İbn Zeyd'in çadırını yandırır. Necə? Bəs çadırın gözətçiləri hardaydı? Öldürüblər. Çadır tamam. Bəli. Bəs içindəkilər? Çadırdan heç nə qalmır. Ya, ya. Kömürler yandıran afet çadırı yandırabilmez. İnce, zarif bir kız, üç gözetçini nece öldürebilir ha? Ama bu cinayeti töredenleri yəqin ki görür. Tanıyıb. Elə deyil. Biz
hamınız çəkilib gedin. Mən özüm onu. Sabotay, sen de git. Sen ağıllı kız olmuşsun. Mənim ağıllı olduğumu hardan bilirsən? Herkesin içi onun yüzünden okunur. Bu güzellikte kız ne çadır yandırabilir ne de ki adam öldürürler. Amma o çadırı mən yandırmışam. Bəs gözətçiləri kim öldürür? Bizimkilər. Yani kim? Adlarını de. Adları Xürrəm. Bizdə hamı Xürrəm adı. Çadırın yandığını bildik. Bəs içindekiler. Başa düşdüm. Səni maraqlandıran içi qızılla dolu dəmir sandım. O yanmadı. Orada kızıl ne kızı? O sandırda benim paltarım bir de silahlarım var idi. Onları ile indice qaytaram. Ben de seni azad edeyim. O sandıqdakılar xalqın malı. Xalqa da qaytarılacaq. Kız, özüne yazık edersin. Sizinkilerden burada artık bir nefer de kalmıyor. Hamı çekilip gitti kalıyor. Benim askerlerimle git, sandığı ver, onlara özün çahar isteyirsen giderler. Sandıq qayıtmayacaq. İki bel oldu. Zindanda çürüyersen aklın başına gelir. Ergetay! Apar bu leçeri zindana. Yargıtay, İbn Zeyd, senin bu ülkede emir vermeye ihtiyarın yoktur. Bu ülkenin öz hükümdarı var. Ben onu günahına göre zindana saldırırım. Hükmü ise sizin hükümdarınız verecek. Papa. Dayan, İbn Zeyd, sen hansı ihtiyarla benim əvəzimə orduya emir verir? Xürrəmabada baskın edirsən. Evvela senin benden hesabat istemeye salahiyetin çatmıyor. İkincisi de bu sualları bana yok, emin akşına verirsin. İbn Zeyd, bir yerdeki ülke sərkərdəsinin xəbəri olmadan orduya başqası hücum əmri verir. Mən belə sərkərdəlikdən imtina edim. Mənə gətirdiyim qılıncı özünə verir. Zindana! Kızım, çılgın, kızım, haram parasız onu, haram. Onu haram parasız. Sen bunu hılas edemelisin. Bu senin burcundur. Eşidirsen Babek'in oğlu. Kızım, çılgın. Sen haklısın, sen haklısın. Sabotay! 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 Bu ne demekti Sabutay? Ben seni başa düşe bilmirəm. Sen neylediğini bilirsen. Sen de hatta halifenin sana gönderdiği kılıncı geri atırsan. Bir kafir kızdan ötürü bizi halife karşısında rüsva edirsən. Emi, o aldığım kılınç, o sərkərdəlik rütbəsi mənim gözlərimi kör elədi. Mən Muğamda cəmaata divan tutdum. Niyə?
özünü İbn Zeyd'e gösterirdi. Demek istirdim ki bak, gör, ben özüme düşmem, özgüye sadikem, sizin kulunuzam. Sus! Danışma. Ben danışmıram əmi, qəlbim danışır. İçimdə bir səs var idi. Mən o səsi boğmağa çalışdım. O səs mənə deyirdi ki, biz aldanmışıq. Yalan deyirsən. Sən aldanmamısan, əksinə. Məni aldatmısan. Mən Xürrəmabadda olanda bildim ki, bu ərəblər bizim torpağımızı dalamaq üçün gəliblər. Sabutay, onu bil ki, səbrində bir həddi var. Sən mənə qardaşımdan əziz olmayacaqsan. Babəki dar ağacına aparan bu əllər səni də yox eləməyi bacarır. Bax, buna inanıram əmi. Box mənim qəzəbimdən. Səni İslamın haqq yolundan döndürən o kafir qızdır. Bilirəm. Bilirəm. Məhəbbət insanın dinini də əlindən alar, imanını da. Nankor. Səni Saminədə oxutdum. Xəlifəyə kürəkən orduya baş sərkərdə elədim. İndi üzümə ağ vursan. Sərkərdə? Doğrudan mən sərkərdəyəm. Bəsdir namərd. Bəsdir. Mən səni adam eləmişəm, adamlar cərgəsinə çıxartmışam. Niyə tandırma təpi yatırsan? Bax gör biz kimdik, indi kim olmuşuq. Sən hökümsüz şah, mən ordusuz sərkərdə. Rədd ol! Rədd olaram. Ama çılgın azap ediniz. Əmir, mənə bu dünyada yalnız olasın, Əmir. O qız edam olacaq. Rədd ol, eləmə. Yoxsa səni də ona qatarım. İbn Zeyd. Eşittim sen o günahsız asmağı tələb edirsin. Sabutay. Çadırı uyandırmayayım. Çadırın gözətçilərini öldürənləri yapıyorum. Sənə inanar, yoxsa günahkarın özünə? Mən o ateşpərəst qızı dindirdim. Özü dedi ki, mən öldürmüşəm. Edam hükmünü mən vermişəm. Sabutay, unutma. Sen müsəlmansan. Xeyr! Görünür o da nəyinsə xatirinə müsəlman olur. Mən bu məmləkəti bu qədər azğın bilmirdim. Əgər sən ciddi bir tədbir görməsən, sonrası pis olacaq. Muğamdan, Şirvandan qaçanlar Xürrəmabada pənah aparır. Onların qüvvəsi gün-gündən artır. Məni qorxudan odur ki, bütün xalq sənin əleyhinədir. Hətta öz evin, anan, qardaşın oğlu. Qoca ananın qabağında tir-tir əsməyinə məəttəl qaldı. İbn Zeyd, unutma ki, o anadır. Bizlərdə ana haqqı, Tanrı haqqına bərabər tutulur. Elə Peyğəmbərimiz də buyurmuş ki, cənnət anaların ayaqları altındadır. Özünə sərfəli hədisləri, ayələri yaxşı əzbərləmişsən. Mənə eyham vurma, İbn Zeyd. Mən İslamı sevərək qəbul eləmişəm. Amma qardaşın oğlu bir kafir qızın eşqinə dinini qurban verir. Mən Xürrəmi Altaya xəbər göndərmişəm. Çadırın gözətçilərini öldürənləri təslim eləməsə, o qız edam olacaq. Bəs Sabutay niyə belə elədi, hə? Of Sabutay, of Sabutay! Sabutay artıq bizə düşmən olduğunu bildirdi. Onun haqqında tədbirin nə olacaq? Unutma ki, Sabutay xəlifənin kürəkənidir. Bu qohumluq da başlıca bilməz. Sabutay saray dostları olmalıdır. İbn Zeyd haqlıdır. Onu öz başına bırakma olmaz. Biz onu öz başına bıraksaq, o Xürrəmilərə qoşulabilir. İbn Zeyd haqlıdır. Eğer o Xürrəmilərə qoşulsa, Xalq-ı Babək yeniden doğulacaq. Buna görə də tələsmək olmaz. Bunların hamısı onun kanından ileri gelir. İbn Zeyd, unutma ki, mənim də damarlarımdan həmin qan axır. Akşı, sen benim yok, halifenin karşısında sınavdan çıksan.
Mən sözümü dedim. İbn Tahir, çadırı yandırılmış elçiyə dincəlməkdən ötürü bir yer ayırmaq mümkündür. Əlbəttə, əlbəttə. Buyur, buyur. Əla Həzrət, mənim yanıma Xürrəmavaddan bir qadın gəlib. Deyir ki, hökümdara bir sir açacaq. Yalvardı ki, onu sənin yanına gəlir. Sir? Nə sir? Bilmirəm. Elə güman edirdim sən ürəyin. Ovucumun içi kimi mənə aydındı. Sən də nə elə sən özün də bir sir sanmış. Çabuk yazın. Sir açacaq. Bugün mənim üçün çox sirlər açılmalı. Bu da olsun biri. Mən Xürrəmabaddan gəlmişəm. Sözümü de. Banu Çiçəyin bacısıyam. Nasıl balıqsın? Dəmirdaşın qızı. Sənin aldatdığın o bədbəxt. Banu Çiçək 17 il əvvəl özünü qayadan aldı. Gərək ki, eşitmisən. Qızı durur. Deyirəm, qızı sağdır. Sağdır. Çılğını azad elə. O sənin qızındır. Necə? Dedim ki, çılğın Akşinin qızıdır. Çıldır. Usta kız. Bu sirri mən 17 il sinəmdə saxlamışam. Heç qıza da deməmişəm. O çadırı yandıran kız. Benim kızımdır. Bəli, Sübut be kadın. Sübut. sübut mən. Bilmem. Biz sənə inanmamakta haqlıyıq. Sən bizə niyə inanmırsan? Dayan. Sen həmin vaxt. İlahi. Bu ne cezalı sen bana verirsen. Ulu hörümüz cəzasını hələ indi başlayır. Sabitay. O kızı buna getir. Ama özüne hiç ne deme. Oğlum bana danışın. Neyse danışın. Kadın. Erken uyursan ben canımı hilas etmek için. Senin özüdür. Xala, sən burada neynirsən? Qızım, gəlmişəm səni görməyə. Yaxşısan? Mənim balam, mən yaxşıyım. Sən necəsən? Çadırı sen yandırmamışsan. Necə? Diyorum. Çadırı sen yandırmamışsan. Axı mən yandırmışam. Biz de bilirik. Ama sen öyle deməməlisən. Niyə? Çünkü biz isteyirik ki seni xilas edeyik. İstəyirsən elə. Sən ki şahsan. Sən kimdən qorxursan? Sen de ki ben acıdan
düşüb, çadırın yandırılmasını boynuna götürmüşəm. Əslində bu işdən mənim xəbərim olmayıb. Yalan deyim. Sabutay. Apar onu. Apar. Yox, qızım. Bu sir burada da qalacaq. Heç kəsə, heç yerdə, bir kəlmədə. İbn Tahir, burada nazir Ali olandan sonra daha bizi hiç saymırsın. Hanımız vaat elediğin o dağlar. Xəlifə həzrətlərinin sərkərdəsini mən nə çarəyəm saymayım. Ben ordumun təchizatından narazı değilim. Bəs özüme kulluk ne var? Akşin şah olan torpaqda heç ot da bitməz. İbn Tahir, biz Akşin'den çok sana inanmışım. Biz seninle dost söhbət eləmişdik. Huzuruna gəlişimin əsas məqsədi də bax elə budur. Bu məktubu dərhal çaparla xəlifəyə çatdır. Çox vacib məktubdur. Ne var ya? Səndən gizli işim yoxdur. Xürrəmabada son hücumda Sabutay xəlifəyə düşmən olduğunu açıqca bildirdi. Akşinin qızı. Akşin'in kızı? Bəli, İbn Zeyd'in çadırını yandıran o dustaq qız Akşinin qızıdır. Ata da qızının üstündən ölüm hökmünü götürmək istəyir. Ən vacib məsələ. Mən cəmaatdan yığılan zinət əşyalarının siyahısını əldə eləmişəm. Məni çaşdıran odur ki, mənim əldə elədiyim siyahda olanların bir qismi Samirəyə gedəsi malların arasında yoxdur. Bəs bunu İbn Zeyd edemedi. Yox. Niye? Mən bu barədə birbaşa xəlifəyə yazmağı vacib bildim. Deməli, yığılan qənimətlərin bir hissəsi xəzinədən gizlədir, hə? Bəli, burada günahkar üçündən biridir. Ya Akşin, ya Sabutay, ya da inana bilməsəm də İbn Zeyd, İbn Zeyd, İbn Zeyd. İbn Tahir, sən ki bu məsələnin izinə düşmüşsən. Qorxma, axıra qədər get. Səninlə dostluğum, xəlifəyə olan sədaqətim məni daha da cürətləndirir. Heç indi də əli boş gəlməmişəm. Hə? Yaxşı. Onda mən də günü sabah bu məktubu xəlifəyə göndərərəm. Allah qoysa, azı 10 gülə Samirədə olur. Sənin bu xidmətlərin dəvətsiz qalmayacaq. Nə deyirsən? Yəni boş gəlməmsən? Bəs, mənim dediklərini necə? Gətirirsən? Onu da, hələ başqasını da. Açıq olma. Açıq qal! Bırakın beni. Gəl, gəl. Bırakın beni. Bırakın. Açıq olma. Bırakın. 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 Göstər üzünü! Yok. Bırakın beni. Bırakın. Üzümü qara eləmə. Öz millətini satan bir namus. Bırakın. Sən də yanmışsan! Ardımcı! Açıq olma. Bırakın. Açıq olma. Açıq olma.
lazım değil. Sen mənə sifətinə girib bizim yanımıza gəl. Başımızı qaç. O yandan da işarə elədin ki, ərəb qoşunu bizim üstümüzə qəflətən hücuma keçsin. Benim o qəflət hücumdan xəbərim olmuyor. Bunu senin yanında İbn Zeyd'e dedi. Bu barədə sonra danışalım. İndi sen ölümden kurtarmak lazım. Axı bircə kim? Mən yandırmamışam deməyə də var ki. Başımı da kəssələr, mən yalan danışmayacağım. Həqiqət ən böyük xoşbəxtlikdir. Bir də mən anlaya bilmirəm. Qardaş qatil Akşinə nə düşüb ki, məni xilas eləmək istəyir? Akşin. O deyə bilmir. Ama sen bu həqiqəti bilməlisən. Akşin sənin atandır. Necə? Atam? Bəli atam. O gün bu xəbəri çatdırmaq üçün xalam Akşinin yanına gəlmişdi. Bəs xalam niyə bu vaxta qədər bunu mənə deməyib? Onun da öz səbəbi var. Ama həqiqət budur ki, Akşin sənin atandır. Canım, həqiqət ən yaxşı xoşbəxtlikdir. Kaş bunu bilməyəydik. Deməli, Biz qolum. Çılgın. Əmimdən əvvəl mən yol vermərəm ki, səni edam eləsinlər. ulu hörmüz. Biz nə bədbəxt nəslin övladlarıyıq. Zamanı belə gəlir. Mən səni görən kimi, bizimlə bir doğma olduqdur. Hər bir kəsin ürəyində min arzusu diləyi var. Qartallara dəyən oxun ucunda öz lələyi var. Qoymayacağım səni nə olsun. Qoymayacağım. Qoymayacağım. Ben onun varlığını eşidəndə bütün ömrüm gəlib gözümün qabağından geçti. Bütün ölülərə və dirilərə elədiklərim. Elim, obam, qardaşım, bağlı çiçək, kızım. Kızım. Bağlı çiçəklə başlayıb çılgınla bitən ömür. Əslində bağlı çiçək o son görüşümüzdeki son sözleriyle beni öldürmüş. Son görüşümüzde o hamileydi. Kayanın üstünde dayanıp bir xeyir atlamıştı. Sonra acı bir tebessümle bana bakıp dedi, Akşin, gel üçümüz de özümüzü bu kayadan atalım. Sonra peşmancasına, yok yok, ele bile dilem, sen yaşamalısın Akşin. Aklımda ben her şeyi anlamalıydım. Bana şey 17 yıl sonra beni kızımla üz yüze koydu. Yıllar sonra günahımı biraz da olsa yumak için bana köleydi kızım. Ananı koruyabilmedim hiç olmazsa seni koruyor. Belki onda ananın ruhu beni bağışlıyor. Kızım! Ata! Mənim də dilimdən ata sözü çıxarmış. Kızım! Yox! Yaxın gəlmə! Yaxşı kızım, yaxşı. Qızım, necə də ürəkdən deyirsən? Gözümü açanda deyiblər anam ölüb, inanmamışam. Atamı soruşmuşam deyiblər itkin düşüb, inanmamışam. Atalı körpələrə həsrət
həsəd aparmışam. Həmişə atam axtarmışam. Senin anan da bazı şeyler birbirimizi çok sevdik. Genciydik, çok şeyleri anlamırdık. Bunun ne kadar korkulu bir mecraya gireceğini başa düşmürdük. Sevgi gözümüzü tutmuştu. İndi Sabutay'ın gözlerini tuttuğu gibi. Sonrası o an oldu. Bu sevgi bize kaçkınlık, məhlumiyet, ölüm getirdi. Ama inan bana kızım, inan. Doğrudan da benim senin varlığından haberim olmuyor. Mən elə bilirdim ki, mənim atam Babəkə bənzəyən bir qəhrəmandır. O hardasa düşmənlərimizlə vuruşur. Bir gün gələcək, qollarımızdakı zəncirləri qıracaq, bizi azad edəcək. Amma indi məlum olur ki, mənim atam bizi azadlıq yox, əsarət gətirən özüymüş. Kızım, bu barədə yetər. İndi biz səni xilas etməliyik. Bəs nəyə gözləyirsən? Yalnız bircə söz. De ki, çadırı mən yandırmamışam. Axı mən çadırı hamının gözləri önündə yandırdım. İndi mən öz günahımı başqasının boynuna necə ata bilərəm? Uşaqlıqdan mənə doğru söz, doğru fikir, doğru əməl öyrətdilər ata. Allah doğrudan ata. Sənin günahına heç kəsin boynuna qoyulmayacaq. Başa düş, hər şeyin qaydası var. Gərək biz qanunla iş görək. Axı gərək heç kəs bilməyək ki, sən mənim qızımsan. Başa düş. Mən bu şərtlə İbn Zeydi də razı salaram. Niyə? Niyə mənə başqalarının yanında qızımdır deməkdən qorxursan? Axı illərdir mən o sözün həsrətində olmuşam. Mən səni necə başa salam? Nə qədər ki atamı tapmamışdım. Onu tapmaq üçün yaşamaq istəyirdim. Atamı tapandan sonra gördüm ki, atam mənim axtarışıma dəyməzmiş. Mən bu zindandan xilas olmaq istəmirəm. Başa düş. Əgər ola bilsələr ki, sən mənim qızımsan, bax onda. Başa düşürəm. Sən yad elçinin çadırını yandıran bir dəlinin öz qızın olduğunu deyə bilmirsən. Deməkdən qorxursan. İndi mənim sənə yazığım gəlir. Bəsdir qızım, bəsdir. Atamı tapmısan, sevinmək əvəzinə bundan ittiham vardı. Atamı tapanda itirmişəm. Qaytar mənə xəyallarımdakı igid fədakar atamı, qaytar. Qızım, atamı rədd eləmə. Mən satqın atanın qızı olmaq istəmirəm. Əllərin mənə toxunmasın. Qorxuram. Mən səndən qorxuram. Qılınc buramda titrəməyən bu əllər. Bir bax gör necə titrəyir. Qızım, dəlilik eləmə. Adımı deməkdən qorxma. Mən doğrudan da dəliyəm. Dəli. 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 O dəlidir. Aç kapını. İbn Zeyd. Olamaz. Kızım. Gizlər. Gizlər səni görməsin. Kızım olamaz. Hökümdar qorxur. Hökümdar gizlənir. Mənim atam qorxur. Mənim atam gizlənir. Sen bu zindanda lap şahane hayat sürürsenmiş. Gümüş kapkacak, üzüm salkımı. Döşek. Demek sen tersliğinden dönmüşsen. Ama ben mümin bir Müslüman kimi sana öten defede dedim. Yine deyirəm, o sandıkta benim paltarım bir de devlet ehemmiyetli fermanlar saklandırdı. Özüne heyfin gelsin. Neçə gündür ki yata da bilmirəm. Vicdanım
vicdanım beni yatmağa koymuyor. Kes! Seni yazığım gelir. Axı ben öten dəfə də dedim, seni zindandan azad eləmək istəyirəm. Ama şərtim var. Bəs sən özün verdiyin ölüm hökmünü necə götürə bilərsən? Ölüm hökmünü mən yox, Akşindir. Onda azad olmaq hökmünü də gərək Akşin verər. Akşin kimdir? Akşin şah rütbəsində bir müqəvvadır. Onun